Təcirlər, hər vaxtınız xeyir. Bu gün danışacağıq moda və median barədə. İlk öncə başlayaq mediandan. Görək median nədir? Median. Ümumiyyətlə medianı tapmaq istəyiriksə uşaqlar, verilən ardıcıllıq və fərq etmir. İstənilən natural ədədlər qeyd olunur və bu ədədləri biz götürüb artan sıra ilə düzürük. Məsələn, bizə verilib 1, 7, 9, 3, 8, 2 misal üçün. Deyir ki, median neçədir? Soruşur, median neçədir? Nə edirik? Artan sıra ilə düzürəm. 1, 2, 3, 7, 8, 9. Aha, əla. Medianı taparkən nəyə diqqət edək uşaqlar? Say olaraq tək saydadır, yoxsa cüt saydadır? Əgər cüt sayda olarsa, yəni burada hal-hazırda cüt saydadır, düzdür? 6 dənədir. Bizdə moda bilirsiniz hansı olacaq? Bax, 2 mərkəzdə dayanan 2 ədədin ədədi ortası. Yəni, bu zaman burada deməli, median neçə olacaq? 3 plus 7 bölü 2. Yəni, 5. Medianımız oldu 5. Bu cüt saydadır. Məsələn, əlavə eləyirəm bu suala uyğun olaraq. Bura bir 2 dənə də sual əlavə eləyək. Məsəl üçün 11, 14 düzdür? Yenə neçə dənədir burada? 1, 2, 3, 4, 5, 6, 7, 8. Cüt saydadırmı? Bəli. 4'ü buradadır, 4'ü buradadır. Bu zaman median neçə olacaq? 7 ilə 8'in cəminin yarısı. Yenə median deməli cüt sayda olduğu zaman nə edirik? 2 ədədin ədəd ortası bizə medianı verir. Bu zaman median neçə olacaq? 7 plus 8 bölü 2. 15'in yarısı. Yəni 7 onda 5 burada median olacaq. Məsələn, bu dəfə tək sayda deyirəm. Tək sayda çox rahatdır. Məsələn, bizə bir ardıcıllıq verilib. Tutalım. 3, 7, 9... Sonra məsəl üçün 5, 4. Yenə nə edirik? Ardıcıllığı sıralayırıq. Neçədən başlayır? 3, 4, 5, 7, 9. Artan sırayla düzdükmü? Bəli. Sayına baxıram. Tək saydadır, cüt saydadır. Tək saydadır. 5 dənədir, düzdür? O zaman tam olaraq mərkəzdə dayanan ədəd bizdə median olacaq. Median. Vəssalam. İkisi bura ayrıldı, ikisi bura ayrıldı. Tək dayanan bizdə nə olacaq? Median olacaq. Bu belə. Ümid edirəm ki, başa düşdünüz median anlayışını. Sonra gələk moda. Görək bu moda nədir? Moda. Modada uşaqlar, belə deyək də, moda əslində verilmiş verilən sırada ən çox təkrarlanan ədəd moda olacaq. Bu rahatdır. Məsələn, bizə bir ədədlər sırası verilir. 7, 8, 7, 9, 9, 9, 9, 10, 11, 12, 7. Deyir ki, burada modanı tap. Dedik, təkrarlanan necə olacaq bu? Dedik ki, təkrarlanandır. Düzdür? Müəllim, 7'lər var, sonra 9'lar var. Biz nə biləcəyik? Uşaqlar, bu ən çox hansı təkrarlanıb? Təbii ki, təkrarlanan ən çox hansıdır? 9'dur, düzdür? 9, 9, 4 dənə 9'dur, 3 dənə 7'dir. Bu zaman burada moda neçə olacaq? 9 olacaq. Yox, əgər mən 7'nin də sayını 9'a uyğun yazsam, 4 dənə 7, 4 dənə 9 olsa nə olacaq? Burada artıq moda dəyişəcək, düzdür? Artıq ad verilir. Məsəl üçün, bir modalı, 2 modalı, 3 modalı, düzdürmü? Bu zaman dəyişəcək. Məsələn, olacaq neçə modalı? 2 modalı, 3 modalı, 4 modalı, təbii ki. Bəs deyəcəyik ki, burada müəllim 7, 7, 7 var, 9, 4 dənə 9, 4 dənə 7. Təkrarlananlar neçə dənədir? 2 dənədir da. 9 ilə 7'lərdir. Sayı da eynidir. O zaman buna biz deyəcəyik 2
modalı. Bu olacaq 2 modalı. Həmçinin bu zamanda baş verə bilər. Məsələn, bax 3 3 3 7 7 7. Təbii ki, bu aralıqlarda rəqəmlər qoyaq da. 8 olsun, məsələn 5 olsun, belə olsun lap. Hə. Sonra 9 6 5 5. Düzdür? İndi fikir ver. 5 neçə dənə varımızdır? 3 dənə. 7 neçə dənədir? 3 dənə. 3 neçə dənədir? 3 dənə. Ümumiyyətlə bizə aydın oldu ki, modalar burada hansılardır? 3 var, 5 var, 7 var. Hər biri də 3 dənə 3 dənədir. Düzdür? Buna deyəcəyik 3 modalı. 3 modalı. Burada da artan sıra, azalan sıra heç bir önəmi yoxdur. Bizə sıra veriləcək. Məsələn, veriləcək bir sıra tutalım ki 2 3 4 4 6 7 9. Deyəcəm moda neçədir? Təbii ki, ən çox təkrarlanan 4 olduğuna görə deyəcəyik moda 4-dür. 4-dür. Vəssalam. Bu belə. Deməli uşaqlar, digər izahlarımızda ədədi orta, həndəsi orta olacaq. Orada da çalışdığım qədər qısa çəkəcəm və harmonik orta, kvadratik orta. Bunlar barədə də video gələcək. Sizdən xahişimiz odur ki, bəyənib abunə olasınız. Sağ olun, sağlıqla qalın.